Salam, xoş gördük sizlərə. Bu günləri ilk dərsimizdə coğrafiya elmi nəyi öyrənir, onun sahələri, tədqiqat metodları, bunlar haqqında məlumat verəcəyik. İlk növbədə baxaq görə coğrafiya nəyi öyrənir. Coğrafiya yer kürəsinin təbiətini, orada baş verən prosesləri, bu proseslərin baş vermə səbəblərini, daha sonra əhali və təsərrüfatın yerləşmə prinsiplərini öyrənən bir elmdir. Geo, yer, qrafos yazıram deməkdir. Sözün hərfi mənası yeri təsvir edən mənasını verir. Və ilk dəfə bu sözü elmə gətirən Eratosfen olmuşdu. Yəni buna görə də onu coğrafiyanın atası adlandırırlar. Təkcə buna görə yox, həmçinin coğrafiya çox böyük töhfələri olmuşdu. Coğrafiya elmi iki əsas sahəyə bölünürdü. Fiziki coğrafiya və iqtisadi coğrafiya olaraq. Fiziki coğrafiya yer kürəsinin təbiətini öyrənir və orada baş verən fiziki hadisələri iqtisadi coğrafiya və yaxud da iqtisadi və sosial coğrafiya deyirik. Müasir dövrdə isə insan coğrafiyası adlanır. Bu coğrafiya isə əhalinin təbii ehtiyatları, təsərrüfat sahələrin yerləşmə prinsiplərini öyrənir. Və bunlara aid olan coğrafiyanın tərkibində qollar ayrılır. Ə, Əsas bu qolları öyrənməliyik. Fiziki coğrafiya və iqtisadi və sosial coğrafiya hansı sahələrə bölünür, onlara baxaq. Fiziki coğrafiya dedik təbiətlə bağlıdır. Məsəl üçün yer təbiətdir, iqlim təbiətlə bağlıdır, hidro su deməkdir, təbiətlə bağlıdır, bitki təbiət, torpaq təbiət, okean təbiət. Yəni təbiətlə bağlı olanlar fiziki coğrafiyaya aiddir. Amma insanla, insanın təsərrüfat fəaliyyətinə bağlı olan sahələr isə iqtisadidir. Sənaye insanların iş yerləri, kənd təsərrüfatı insanların əkin biçini, nəqliyyat insanlar, sosial insanlar, əhali insanlar. Yəni əhali ilə bağlı nə görürsə iqtisadi və sosial coğrafiya, yəni əhalinin təsərrüfatı və ya da əhalinin özü ilə bağlı. İqtisadi sosial coğrafiyadır. Fiziki coğrafiya isə sırf təbiətlə bağlı olanlardır. Bunlar da ənənəvi və müasir sahələrə ayrılır. Əsas biz burada fiziki və iqtisadi coğrafiyanın müasir sahələrini öyrənməliyik. Fiziki coğrafiyanın müasir sahələri landşaftşünaslıq və landşaft planlaşdırılmasıdır. Deyə bilərsiniz, landşaft nədir? Landşaft eyni cinsli təbii ərazi kompleksidir, kiçik bir ərazidir. Təbiəti mühafizə, ekoloji coğrafiya, riyazi coğrafiya və CIS fiziki coğrafiyanın müasir sahələridir. İqtisadi coğrafiyanın müasir sahələri şəhər planlaşdırılması, ərazi planlaşdırılması, tibbi coğrafiya, siyasi coğrafiya, rekreasiya coğrafiyası və CIS-dir. Coğrafi informasiya sistemləri, yəni CIS, hər iki coğrafiya sahəsinin yeni sahəsinə aiddir, hər iki sahəyə aiddir. Deməli, fizikdə 4 dənə, iqtisadidə isə 6 dənə yeni sahələr dedik. İndi digərlərinə də baxaq qısa şəkildə. Yerşünaslıq yerdə baş verən bütün fiziki, kimyəvi xüsusiyyətləri öyrənir. Geomorfologiya yer səthinin relyefini öyrənir. İqlimşünaslıq iqlimlər haqqındadır. Yer səthinin iqlimlərin paylanmasını öyrənir. Hidrologiya quru sularını öyrənir. Bitki coğrafiyası bitkilərin yayılma qanuna uyğunluğunu. Torpaq coğrafiyası torpaqların yayılma qanuna uyğunluğunu. Yəni qara torpaqlar hardadır, şabalı torpaqlar hardadır və s. Okeanologiya okeanları tədqiq eləyir. Kartoqrafiya xəritələrin çəkilməsinə məşğul olan elm sahəsidir. Fiziki coğrafiyanın ənənəvi qoluna aiddir. Ə, Təbiəti mühafizədə, yəni ekoloji coğrafiya, ekoloji problemlərin yayılma areallarını öyrənir. Riyazi coğrafiya hesablama, coğrafiyanın hesablama dairəsidir. CIS isə rəqəmsal xəritlərin tərtibidir. Baxın, burada CIS haqqında məlumat verilib. Coğrafi informasiya sistemi deməkdir. Coğrafi məlumatların toplanması, təhlil edilməsi və ən əsası rəqəmsal xəritələrin tərtib edilməsi CIS-ə aiddir. Və bu termin 1960-cı ildə Roger Tomlinson tərəfindən elmə gətirilib. İqtisadi coğrafiyada sənaye coğrafiyası, sənaye sahələrin yerləşməsi, kənd təsərrüfatı coğrafiyası, kənd təsərrüfatlarının yerləşməsi, məsələn, kənd təsərrüfatında bitkiçilik harda yaxşı inkişaf eləyir, heyvandarlıq harda yaxşı inkişaf eləyir və s. Nəqliyyat coğrafiyası, dəmir yol nəqliyyatı harda yaxşıdır, dəniz nəqliyyatı, boru kəmər nəqliyyatı, tamam boru kəmər nəqliyyatı Ərəbistan yarımadasının neft olan ölkələrdə daha yaxşı inkişaf eləyib. Dəmir yol nəqliyyatı tam dağlıq relyefə malik olan ərazilərdə zəif inkişaf eləyib. Bu kimi səbəbləri öyrənir nəqliyyat coğrafiyası. Sosial coğrafiya əhalinin məşğul olduğu iş sahələrindən bağlıdır. Əhali coğrafiyası, əhalinin yerləşmə prinsipləri, dəniz sahili necə yerləşir, dağlıq ərazilərdə əhali necə yayılır və s. Yeni sahələr, şəhər planlaşdırılması, şəhər təsərrüfatının qurulması, ərazi planlaşdırılması, ərazi təsərrüfatlarının yerləşdirilməsi, tibbi coğrafiyası, hansı xəstəliklərin hansı areallarda yayılması, tutalım, olsun COVID-19 pandemiyası zamanı ən çox hansı ərazilərdə yayılırdı və s. Xəstəliklərin yayılma arealını öyrənir. Yəni yayılma səbəbini, yayılma arealını öyrənir. Cinsi izah elədik, siyasi coğrafiya, ölkələr arası münasibətləri öyrənir. Rekreasiya coğrafiyası, ölkələrin turizm baxımından ehtiyatlarını öyrənir, turistik baxımdan.
Daha sonra gəldik coğrafiya elminin tədqiqat metodlarına. Hər bir elmi öyrənmək üçün müəyyən bir metodlardan istifadə olunur. Coğrafiyanın da metodları ənənəvi və müasir olmanın iki yerə bölünür. Ənənəvi metodlarımız 4 dənədir. Kartoqrafik metodlar müxtəlif məzmunlu xəritələrin tərtibi və təhlilinə əsaslanır. Tutalım Azərbaycan fiziki xəritəsinə baxıb onu təhlil edirik. Dağlıq arası düzəni hardadır, harda ovallar çoxdur, harda hissəsi dağlıq daha çoxdur, hündürlük amplitudu daha çoxdur. Bu şəkildə təhlil edirsə, bu olur kartoqrafik metod. Tarixi metod müəyyən tarixi dövr ərzində baş verən dəyişiklikləri təhlil edir. Tutalım, Aral dənizinin 50 il əvvəlki xəritəsi ilə bugünkü xəritəsini qoyub onların müqayisəsini aparır ki, 50 il ərzində hansı dəyişikliklər baş vermişdi xəritədə. Suyun sahəsi necə artıb azalmışdı və ya da Xəzərin. Bu olur tarixi metod. Müqayisə metodu fərqli və oxşar xüsusiyyətlərin təhlili. Tutalım, Böyük Qafqazla Kiçik Qafqaz dağlarının relyefinin oxşar fərqli cəhətlərinin müqayisəsini istəyir bizdən. Bu olur müqayisə metodu. Çöl tədqiqatları metodu ərazidə aparılmış müşahidələrin köməyi ilə məlumatların toplanmasıdır. Tutalım, bir qrup tədqiqatçı gedir Qobustan ərazisində gəzərək vulkanların fəaliyyətini yerindəcə müşahidə edir. Bu olur çöl tədqiqatı metodu. Müasir metodlar isə 5 dənə metodumuza aiddir. Riyazi statistik metod kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə təhlildir. Yəni tutalım ölkə ərazisinin sıxlığının hesablaması desə riyazi statistik metoddur. Coğrafi modellləşdirmə hadisə və proseslərin izah, sözlər, simvollar vasitəsilə təhlili və modelinin hazırlanması ilə. Misal üçün simulyasiya hazırlanması, su dövranının simulyasiyasını hazırlayır. Bu olur coğrafi modelləşdirmə. Coğrafi proqnozlaşdırma ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir, təxmin edilməsidir. Tutalım, deyirik ki, qlobal istiləşmə səbəbindən önümüzdəki 30 ildə su ehtiyatlarının həcmi necə dəyişəcək? Bunların təxmin edilməsi adlanır coğrafi proqnozlaşdırma. Və bunlar da alimlər hesablamaya aparır. İllər ərzində, əvvəlki illər ərzində baş verən dəyişikliklərə əsasən növbəti illərdə nələr gözləndiyini müəyyən edirlər. Aerokosmik metod kosmik şəkillərdən alınan informasiya əsasında coğrafi proseslərin təhlilidir. Tutalım peyk vasitəsilə meşə yanğınlarının yayılma istiqamətinin müəyyən edilməsi. Bu adlanan aerokosmik metoda nümunədir. Cisi də dedik ki, rəqəmsal xəritələrin tərtibidir. Müasir informasiya texnologiyaları vasitəsilə məlumatlar toplanılır, təhlil edilir və rəqəmsal xəritələr tərtib olunur. Məsəl üçün nümunə göstərək, ArcGIS proqramı vasitəsilə biz şəhərin nəqliyyat şəbəkəsi ilə bağlı rəqəmsal xəritə düzəldə bilərik ki, bu da cisim nümunə kimi göstərə bilərik. Bu da oldu coğrafiya elminin tədqiqat metodları. Coğrafiya elminin tədqiqat metodları ilə kartoqrafik tədqiqat metodlarını qarşılaşdırmırıq. Kartoqrafiya dedik ki, xəritədir. Yəni xəritələrin öyrənilməsinin tədqiqat metodudur, kartoqrafik tədqiqat metodu. Bu isə coğrafiya elminin tədqiqat metodudur. Ümumiyyətlə coğrafiya elmini öyrənmək üçün istifadə olunan metodlardır. Daha sonra gəldik kartoqrafik təsvirlərə. Kartoqrafik təsvir nədir? Kartoqrafiya xəritələr haqqında elmdir. Kartoqrafik təsvirlər dedikdə yer səthinin hər hansı bir hissəsi haqqında məlumat əldə edə bildiyimiz şəkillərdir. Yer səthinin bu bütövlükdə də ola bilər, ayrı-ayrı hissələrində də ola bilər, kiçildilmiş, şərti işarəli və sadələşmiş təsviridir. Plan da, xəritə də, qlobus da kartoqrafik təsvir hesab olunurlar. Bu günləri plan haqqında baxacağıq. Plan kiçik ərazilərin böyük miqyaslı və şərti işarələr təsvir edilir. Yəni böyük ərazilərdə artıq xəritədir. Kiçik ərazilərin təsvirində istifadə olunur planla. Planın miqyası 1/10.000 və daha böyük olur. Yəni 15 min nəzərdə tutmuruq. 1/8.000, 1/7.000, 1/4.000 bunlar nəzərdə tutuluq. Planda yerin əyriliyi nəzərə alınmır. Çünki bu kürə formasında təsvir deyil, müstəvi üzərində təsvirdir. Ona görə yerin əyriliyi nəzərə alınmır. Coğrafi koordinatlar yoxdur, meridian paralel yoxdur. Buna görə dərəcə toru olmur. Ona görə coğrafi koordinatları təyin etmək də mümkün deyil. Daha sonra üfüqün cəhətlərini təyin eləmək olur. Çünki plan qırağında ox işarəsi veririk biz və ox işarəsində şimal, cənub, şərq, qərb istiqamətlərini təyin edə bilirik. Planda horizontallar verilir ki, bu horizontallar əsasında nisbi mütləq hündürlüyü təyin etmək olur. Yamacın istiqamətini horizontaldakı bir şərxə əsasən müəyyən etmək olur. Çay şəbəkəsinin sıxlığını müəyyən etmək olur plana baxaraq. Yəni plana baxaraq deyə bilər ki, hansı məlumatlar əldə edə bilirik, hansıları əldə edə bilmirik, bunlardır. Planlama özü iki yoldan aparılır. Havadan və yerüstü planlama. Əlçatmaz obyektlərin planlamasında havadan istifadə olunur. Bunlar aerokosmik şəkillər, peyklər vasitəsilə, dronlar vasitəsilə aparıla bilər. Yerüstü planlama isə yer səthindən aparılan planlamadır. Yerüstü planlama özü də iki cür adlanır. Sadə, dəqiq və gözəyarı planlama. Əgər dəqiq alətlərlə aparırsa bu olur dəqiq planlama, sadə alətlərlə aparırsa bu olur gözəyarı planlama. Dəqiq məsələn teodolit, bu sol dəqiq alətdir. Hesablama aparırsa bu olur dəqiq. Sadə gözəyarı planlamada bildiyimiz transporterdir, kompasdır, mezoladır və s. kimi alətlərdən istifadə edirik.
Yerüstü planlama özdə iki yolla aparılır. Qütb üsulu və marşrut üsulu. Əgər kiçik ərazi, apardığımız ərazi, kiçik ərazi sadə relyefə malikdirsə, açıq, aydın bir ərazidirsə, onda bir dənə qütb nöqtəsi seçirik. Burada planşetimizi qururuq, mezlamızı qururuq və buradan baxıb ətrafı planşetə köçürdürük. Əgər relyefimiz yəni mürəkkəbdirsə, tamam, ortada bir dənə qaya var. Digər tərəfi görə bilmirəm, bir nöqtədən dayanıb digər tərəfi görə bilmirəmsə, onda bir neçə marşrut nöqtəsi seçirik. Bir dəfə buradan dayanırıq, bir dəfə tam buradan dayanırıq, bir dəfə buradan dayanırıq. Bu şəkildə bir neçə marşrut nöqtəsi seçirik və bütün məntəqələrdən dayanıb gördüyümüz obyektləri planşetə köçürdürük və bu nəticəsində marşrut üsulu planlamada adlanır bu planlama. Daha sonra topoqrafik plan anlayışı var. Topoqrafik plan miqyası 1/2000 və daha böyük, yəni 1/5000, 1/3000 olan miqyaslarda tərtib olunur. Gördüyümüz kimi miqyası daha böyük olduğuna görə daha kiçik ərazinin təsviri deməkdir bu. Və ərazi də kiçildikcə daha dəqiq təsvir olur. Biri var bir otaqdakı obyektləri təsvir edirsən, biri var tutalım bir neçə otaqdakı obyektləri təsvir edirsən. Yəni ərazi kiçilsə dəqiqlik artır bu deməkdir. Buna görə də təsərrüfat işlərində topoqrafik planın əhəmiyyəti böyükdür. Texniki layihələrin hazırlanmasında tikintidə daha çox topoqrafik plandan istifadə olunur. Daha sonra plan tərtib edərkən biz yer səthindəki obyektləri olduğu kimi deyil, onun oxşar fiqurlar vasitəsilə təsvir edirik ki, bunlar da şərti işarələr adlanır. Şərti işarələr özləri də üç qrupa bölünür. Konturlu və yaxud da sahəvi, xətti və miqyassız şərti işarələr. Konturlu şərti işarələrin eyni uzun olur təqribi. Onun sahəsini təyin etmək mümkün olur. Yəni yer səthində geniş sahə tuturlar. Tamam, göldür, meşədir, tarladır, bağdır. Xətti şərti işarələr isə zolaq şəklində uzanan obyektlərdir. Onların uzunluğunu təyin etmək olur. Miqyaslı şərti işarələr isə məhəldə uzaqdan aydın seçilir, lakin onun miqyasa uyğun xəritədə göstərə bilmirik. Daha çox kiçik olur deyə göstərə bilmirik. Sadəcə onun yerini göstərmək məqsədilə qoyurlar ki, buna da miqyassız şərti işarələr deyilir. Qruntova şərti işarələr var ki, bunlar da bataqlıq, qumluq, şoranlıq, qrunt şərti işarələr hesab olunur. Topoqrafik planda tərtib olunan istifadə olunan şərti işarələrdir, qrunt şərti işarələr. Şərti işarələrin bəzilərinə baxaq, vaciblərinə. Tutalım, qarışıq meşələr, enliyarpaqlı, enliyarpaqlı, çəmənlik şərti işarəsi ot kimi, kolluq pişik pəncəsinə bənzəyir. Qumluqda dağlıq nöqtədə, amma meyvə bağında ardıcıl əkilmişdir. Çünki insanlar səliqə ilə əkirlər, park sallar, ağac sallar. Buna görə elektrik xəttidir, məktəbdir, su quyusudur və s. Bu şərti işarələr haqqında bizim daha geniş, sırf şərti işarələrə aid qısa videomuz var YouTube'da, oradan da baxa bilərsiniz. Bu da bizim ilk mövzumuzdur, coğrafiyanın qısaldılmış